Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların yenidən artırılması ilə bağlı ətraflı şəkildə məlumat verəcək, vacib məlumatları sizlərlə paylaşacağıq. Pensiyalar növbəti dəfə nə qədər artırılacaq, hansı faiz dərəcəsi ilə hesablanacaq, ətraflı şəkildə məlumat verəcək hörmətli izləyicilər. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli hörmətli izləyicilər, Azərbaycanda bilirsiniz ki, sonuncu dəfə əmək pensiyaları fevral ayında artırılmıştı və artımlar yanvar ayından hesablanmıştı. Pensiyalarda orta hesabla 9,3% artım qeydə alınmıştı və indeksləşdirilmədən sonra vətəndaşların pensiya kartına ödənişlər olunmuşdu. Ödənişlər isə yanvar ayı və fevral ayı artımları ilə bir yerdə verilmişdi. Yəni fevral ayında pensiyalar hesablansa da artımlar yanvar ayına da şamil olunmuşdu və ikisi bir yerdə fevral ayının pensiyaları ilə ödənilmişdir hörmətli izləyicilər. Azərbaycanda növbəti və pensiya artımı növbəti ilə təsadüf eləyəcək hörmətli izləyicilər. Qeyd edim ki, Azərbaycanda hər ilin əvvəli əmək pensiyaları artırılır və indeksləşdirilmədən sonra ortalama 8-10% arasında hər il pensiyalar artırılır. Qeyd edim ki, bu ildə 9,3% miqdarında indeksləşdirilmə olmuşdu və pensiyalarda artım qeydə alınmışdı. Növbəti ilin pensiya artımı isə hörmətli izləyicilər 10,2% miqdarında təşkil edəcək. Yəni indiki rəqəmdən 0,9% miqdarında daha çoxdur. Qeyd edim ki, Azərbaycanda növbəti ildən, yəni 2027-ci ilin yanvar ayından etibarən pensiyalardan növbəti dəfə indeksləşdirilmə və artırılma olacaq və artım faizi isə hazırda hörmətli izləyicilər yeni gələn məlumatlara əsasən 10,2%-dir. Yəni orta hesabla Azərbaycanda növbəti il 429 manat əmək pensiyası alan vətəndaşın pensiya artımı 43 manat təşkil edəcək hörmətli izləyicilər. Yəni ortalama 10%-lik bir artımdan söhbət gedir. Əvvəlki illərdə pensiya artımı 10%-in altında olmuşdu. Yəni 10%-in heç yuxarısına keçməmişdi. Ancaq növbəti ildə pensiya artımı 10,2% miqdarında qeydə alınacaq və 10%-i keçmiş olacaq pensiyaların artımı. Veteranlara verilən 80 manat təqaüdün də artımı gözlənilir. Azərbaycanda veteranlara 80 manat təqaüd verilir və bununla bağlı iki təklif var. Veteranlara verilən 80 manat təqaüdün 150 manata çatdırılması, digər təklif isə 200 manata çatdırılması və ya veteranlara kommunal xərclərlə bağlı güzəştdən edilməsidir. Yəni bu üç təklifdən hər hansı biri qəbul oluna bilər. Hörmətli izləyicilər, Azərbaycanda növbəti dəfə əmək pensiyalarının artımı qeyd etdiyim kimi 2027-ci ilin yanvar ayından qeydə alınacaq və bununla bağlı sizlərə növbəti videolarımızda cədvəllərlə təqdim edəcəyik. Pensiyaların artımı tarixinə yaxın cədvəllərlə təqdim olunacaq sizlərə. Əvvəlki videolarımızda da bilirsiniz ki, biz hər zaman vətəndaşların pensiya artımı ilə bağlı cədvəllər hazırlayıb vətəndaşlara paylaşırıq və hansı pensiyada nə qədər artım olacaq onu qeyd edirik. Bu il də elə olacaq və ilin sonunda biz cədvəllər paylaşacağıq pensiyalarla bağlı və hər hansı bir təqaüd, sosial müavinət, pensiya, ümumi sosial yardım, hər hansı bir yardımda artım olduqda isə həmin dəqiqə kanalımızda video paylaşacağıq və sizə məlumat verəcəyik hörmətli izləyicilər. Bugün isə videomuz yekunlaşır. Videonu mütləq bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşmək ümidilə.